Salam, hər vaxtınız xeyir olsun. 13 aprel 2025-ci ildə 9-cu sinif buraxılış imtahanına düşən riyaziyyat suallarının izahlarına baxırıq. Birinci sualda deyirlər, düzbucaqlının uzunluğunu 40%, enini 20% azaltdıqda sahəsi neçə faiz azalar? Bir düzbucaqlı quraq burada. Deməli, bunun eninə də, uzunluğuna da fərq yoxdur. Hər birinə eyni qiymət verə bilərəm. Burada 10 verirəm, burada 10 verirəm. Bu zaman sahə nəyə bərabər olur? 10 vur 10, yəni ki 100 eləmiş olur. Sonra deyir ki, uzunluğu 40% azalt. Bu zaman uzunluğu 40% azaltmaq hər şey özlüyündə 100% olur. Uzunluğu 40% azaldırsansa, deməli həmin uzunluğun 60%-i qalır orada. Ona görə də burada onun 60%-ni tapırsan. Onu 60-a vurub 100-ə bölürsən. Bu da bərabər deyir 6. 20% azaltsaq isə 80%-i qalır orada. Ona görə onun 80%-ni tapırsan. 80-ə vurub 100-ə bölürsən. Bu da eləyir 8. Deməli, nə oldu indi? Yenə bir düzbucaqlı qursaq burada. İndi burada isə nə olmuş oldu? Demək, 6 və 8 olmuş oldu. Uzunluğu 6, eni də 8 eləmiş oldu. Bu zaman sahə nəyə bərabər olur? 6 dəfə 8, 48. 100 idi, 48 oldu. Neçə faiz azaldı? 100-dən çıxırsan 48-i. Bu da bərabər deyir. Nə qədər? Demək, 10-dan 8 çıxdı. 2 qaldı. 9-dan 4, 50. 52%. Yəni, A bəndi eləmiş olur burada. Növbəti sualda deyirlər, kubun tilini 2 dəfə azaltdıqda həcmi neçə dəfə azalar? Həcm nəyə bərabər olur? V bərabərdir A kub. Yəni ki, həcm tilin kubuna bərabər olur. Til 2 dəfə azaltdıqda həcm isə artıq nə olacaq? 2-nin kubu dəfə azalmış olacaq. Yəni ki, 8 dəfə azalacaq. A bəndi eləmiş olur. Sonra 59 nömrəli sualda deyirlər, AOB aşıq bucaqdır. CO perpendikulyardır OB-yə. Bucaq DOS 25 dərəcədir. Bucaq AOD-ni istəyir. Baxırsınız ki, burada perpendikulyarlıq varsa, burası 90 dərəcədir. Bunu bilirsən. Burası da 25 dərəcədir. Açıq bucaq da bilirsən ki, 180 dərəcə olur. Və buranı tapmaq üçün də, x-i tapmaq üçün nə edərsən burada 59 nömrəli sualda? 180-dən çıxarsan, yəni ki, x bərabərdir. 180-dən çıxarsan 25 ilə 90-ın cəmini. Yəni 180-dən çıxırsan 115-i. Bu da bərabər deyilir burada 65 dərəcə. Yəni C bəndi. Növbəti sualda deyirlər kəsrini ixtisar edin. Deməli, burada nə edirsən? Bax, bununla bunu qruplaşdıraq. Bununla da bunu qruplaşdırarıq. Deməli, birincidən m kvadrat çıxılsın m-dən, m-i çıxardırsan ortaq mötərizə xaricinə qalır, m çıx n. Və bunlardan da 5-i çıxardaq ortaq mötərizə xaricinə qalır. Burada minus, 5-i çıxarsan m çıxılsın m olur artıq burada. Aşağıda deməli var ki, burada 25 minus m kvadratında 5 minus m 5 plus m kimi yaza bilərsən, bərabərdir. İndi burada fikir versən, birində deməli m minus n-dir, birində isə n minus m-dir. Hər birində m minus n etmək üçün burada m qalsın, bu da m minus n qalsın. Burada artıq mənfini atırıq qabağa. Plus olacaq ki, 5 vurulsun m minus n. Bu formada. Buradan da 5 minus m var. 5 plus m var. Yəni, sürətdə m minus n-i çıxardırsan ortaq mötərizə xaricinə. M minus n-i çıxarsan nə qalır? M plus 5. Aşağıda da var ki, 5 minus m, 5 plus m. Burada 5 plus m-lər ixtisar gedir. Qalır ki, m minus m bölünsün 5 minus m. Yəni, B bəndi eləmiş oldu. Növbəti sualda deyirlər, tənliyi həll edin. Burada deməli, nə edirsən? Hər tərəfi 3-ə bölərsən, anılır ki, burada x çıxılsın 2, bərabərdir 2.
X də bərabər də olur 2 plus 2. X bərabər 4 eləmiş oldu. Yəni C bəndi. 62 nömrəli sualda deyirlər, tənliklər sistemindən x-i tapın. Bunu tərəf-tərəfə toplayırsınız bu tənlikləri. Alınır ki, burada 3x bərabərdir 6, x bərabərdir 2 tapmış oldun. B bəndi. 63 nömrəli sualda deyirlər ki, hansı nöqtə y bərabərdir mənfi 2x plus 6 funksiyasının qrafiki üzərindədir. Biz bilirik ki, mötərizədə veriləndə deməli qiymətlər, yəni ki, x, y formasında olur. Birinci həmişə x-in qiyməti olur, ikincisi y-in qiyməti. Siz burada variantlara baxırsınız. Məsələn, x-ə 6 verəndə y 0 alınırsa, deməli bu nöqtə funksiyanın qrafiki üzərindədir. Yoxlayaq. A bəndini yoxlasaq, deməli mənfi 2 vurulsun 6 plus 6. Bu da bərabər deyil mənfi 6. Bu 0 eləmədi. Deməli bu olmaz. Üstünü vuraq. B bəndi. Deməli, x-ə 4 verəndə y 9 alınmalıdır. Görək alınır. Mənfi 2 vurulsun 4 plus 6. Bu da edir mənfi 2 alınmadı. C bəndini yoxluyursan. X-ə deməli mənfi 3 verəndə. Deməli, x-ə nə oldu? Mənfi 3 verəndə y 0 alınmalıdır. Yoxlayaq. Mənfi 2 vurulsun mənfi 3 plus 6. Bu da bərabər deyilir 12. Yox, alınmadı. D bəndini yoxluyursan. X-ə mənfi 5 verəndə y 16 alınmalıdır. Və D bəndində x-ə mənfi 5 verəndə y 16 alınmalıdır. Görək alınır. Deməli, y bərabərdir var. Mənfi 2 vurulsun mənfi 5 plus 6. Bu da eləyər 16. Bəli, alındı. Deməli, D bəndi olmalıdır. D bəndi. Növbəti 64 nömrəli sualda deyirlər, bizə əşub 1836 plus əbub 10-11 gəmini hesablayın. Deməli, əşub olanda, əgər bir ədəd digərinə bölünürsə, əşub böyüklər götürülürdü. Yəni ki, burada 36 zaten 18-ə bölündüyü üçün, əşub burada elə 36 olar. Əbub isə 10 və 11 üçün 1 olacaq. Çünki 10 ilə 11 qarşılıqlı sadə ədədlərdir. Qarşılıqlı sadə ədədlərin də əbubu 1 olurdu. 36 plus 1 elədi 37. Yəni, Y bəndi olur burada. Suala baxırıq. Deyirlər ki, tənəssübdən x-i tapın. Çarpaz vurarıq bunu. 15-i x-ə vurursan, bərabərdir 21-i də 5-ə vurursan. X-i tapmaq üçün 21 vur 5 böl 15. 15 ilə 5 xısar gedir. Burada 3 qaldı. 21 də 3-ə böləndə elədi 7. Yəni C bəndi. Növbəti sualda deyirlər, ilk 10 natural ədəddən təsadüfi seçilmiş birinin sadə ədəd olması ehtimalı tapın. İlk 10 natural ədədin içərisində sadə olanlar hansılardır? 2-dir, 3-dür, 5-dir, 7-dir. 4 dənə oldu. Ehtimal nəyə bərabər olurdu? Əlverişli hallara, yəni ki, 4 dənə oldu. Mümkün hallara, yəni ki, 10-a nisbəti. Bu da bərabər deyilir 5-də 2. Yəni, Y bəndi. Növbəti sualda deyirlər ki, mərkəzi O nöqtəsində olan çevrədə ABO 22 dərəcə, ACO 28 dərəcə olarsa BAC-ni tapın. Bizdə bir qayda var ki, bu bucaq necə bucaqdır? X burada daxilə çəkilmiş bucaqdır. Mərkəzi bucaqda daxilə çəkilmiş bucağın 2 misli olurdu 2x. Bunu bilirsiniz. Bizdə bir qayda var ki, deməli, bu kök üçbucaq qaydası, belə bir qayda var. Bunu siz üçün burada yazıram qaydanı. Belə bir üçbucaq olanda. Məsələn, burası tax ki, qaydada yazaq. X olsun, alfa olsun, beta olsun, burası da gamma olsun. Qayda olaraq yazırıq ki, x bərabər də olurdu. Alfa plus beta plus gamma. Onda burada 2x bərabər olar. X plus 22 plus 28. X-i atacaq bu tərəfə. Onda elə x bərabər deyil. 22 ilə 28-in cəmi, yəni 50 dərəcə. Elə cavab olur burada A bəndi. 68 nömrəli sualda deyirlər ki, bizə tərəfi 12 olan kvadratın perimetrini tapın. P bərabərdir burada. 4A olduğu üçün P bərabərdir 4 vurulsun 12. Bu da bərabərdir 48 edir. D bəndi. Növbəti sualda deyirlər, ifadəsinin qiymətini hesablayın. Deməli, var ki, burada 56 vurulsun mənfi 15.
Bölünsün var ki 14 vurulsun. Mötərizənin kərisini burada hesablasaq nə olur burada? 20 çıxılsın 50. Bu da eləyər mənfi 30. Mənfi 15 ilə mənfi 30 ixtisar eləyəndə burada 2 qalır. 56 ilə də 14-ü ixtisar eləyəndə 14 14-də bir dəfə 56 14-də bölünür. Elə 4 dəfə. 4 də buradan 2 ilə ixtisar gedir, qalır 2. Cavab eləyir burada 2. Y bəndi. Burada deyirlər ki, xərclisini vurğulara ayırın. Burada deməli baxırsan ki, x plus y hər birində ortaqdır. Bunu ortaq mötərizə xaricinə çıxarsan, nə qalır? C minus D. Yəni cavab eləyir burada x plus y C minus D A bəndi eləmiş olur. Növbəti sualda deyirlər A, B və C çoxluqları üçün A kəsişsin B, çıxılsın C-ni tapın. A ilə B-nin kəsişməsi hər ikisində olan ortaq elementlər olmalıdır. Baxırsan ki, hansılardır? Hər birində olanlar. 1 var hər birində. 2 var. Sonra başqa 5 var hər birində. Deməli, kəsişmə bizə verəcək ki, 1, 2 verir, bir də 5 verir. Bunlar. Deyir ki, və A ilə B-nin kəsişməsindən C-ni çıx. C-də olanlar çıxsa, hansılar çıxmış olarsa, 1 var burada C-də, bunu çıxdın, atdın. 1-i atırsan təkcə, 2 ilə 5 qalır. Çünki burada C-də yalnız, yəni ki, bu A ilə B-nin kəsişməsində olan 1 var. 1-i atdın, qaldı 2 ilə 5, yəni B bəndi. 72 nömrəli sualda deyirlər, AB plus BA bərabərdir 88 vurulsun A minus B şərtini ödəyin, 2 rəqəmli AB ədədini tapın. AB isə burada olacaq ki, nə? 10A plus B olur. Onluq yazılış formalarını yazırsam, plus 10B plus A olur, bərabərdir 88A çıxılsın 88B. Demək, 10A plus A elədi 11A plus 11B bərabərdir 88A, çıxılsın 88B. Belə eləyək burada, B-ni ataq bu tərəfə, A-nı ataq o tərəfə. Alınacaq ki, burada nə? 99B bərabərdir 77A. Hər tərəfi 11-ə bölək. Alınır 9B bərabərdir 7A. Onda burada A-ya B-nin qabağındakı uyğun gəlir, yəni ki, 9, B-yə də A-nın qabağındakı, yəni 7. Normalda 9K, 7K deyir, amma burada K zaten 1 ola bilər. Çünki K 2 olsa, A, B 2 rəqəmliyə gedir, amma A və B 1 rəqəmli olmalıdır. İndi bizdən A, B-ni soruşduqları üçün eləyir 97. 73 nömrəli sualda deyirlər, qarşı təpələrindən biri koordinat başlanğıcındadır. Baxırsan, bir qarşı təpə koordinat başlanğıcındadır. Digəri isə -8, -8 nöqtəsi, yəni ki, buradadır. Olan kvadratın sahəsini tapın. Yəni, belədirsə, kvadratın tərəfi 8 olacaq. Onda sahə nəyə bərabər olur? S bərabərdir 8-in kvadratı, yəni 64. Bu sualda deyirlər, ifadəsinin qiymətini hesablayın. Burada nə edərik? 2-ni mötərizənin daxilinə vurarıq. Vuranda burada 2-lər ixtisar gələcək. Qalır nə? 2 tam %85'in kvadratı plus 7 tam %15'in kvadratı. İkini vursaq burada yaranır ki plus 2 vurulsun. 2 tam %85 vurulsun 7 tam %15. Bu da bizə nəyi xatırladır? A plus B'nin mötərizə kvadratını. Onda burada olacaq ki 2 tam %85 plus 7 tam %15'in kvadratı. Bu da bərabər eləyəcək ki, burada deməli 2 tam %85 ilə 7 tam %15'i toplayanda burada eləyir 10. Onun kvadratda sənə 100 verir. Yəni cavab oldu burada 100. Növbəti sualda deyirlər, x, y, z natural ədədləri üçün x vur y bərabərdir 6 və y vur z bərabərdir 18 olarsa, x plus y plus z cəmindən keş qiymətini tapın. X vurulsun y bərabərdir 6-dır. Bir də y vurulsun z bərabərdir 18-dir. İndi burada baxırsan ki, y hər birində ortaqdır. Burada da y var, burada da y var. Düşünürsən ki, nəyə vursam 6 eləyir. Və eyni zamanda burada da həmin ədədi z-ə vuranda 18 eləsin. Yəni, 1-i 6-ya vuranda 6 eləyək, 6-nı da 3-ə vuranda 18 eləyər. Onda x-ə 1 verirsən,
y-ə 6, z-ə də 3 verirsən. Bu zaman x plus y plus z bərabərdir 10 eləmiş olur. Amma bizdən əlçək qiymətini soruşduğu üçün, deməli, başqa bir halda ola bilər. Onu da yoxlayaq, görə hansında ən az ola bilər. Bir ola bilər ki, 2-ni 3-ə vurdun 6 elədir. Yəni ki, x burada 2 eləsin, y 3 eləsin. Burada da 3-ü sən 6-ya vuranda 18 eləsin. Deməli, z də burada 6 eləsin. Bu zaman x plus y plus z bərabər deyilir 11. Burada biraz çox oldu. Başqa da nə hal ola bilər? Başqa da məsələn 6-nı 1-ə vurdun, 6 elə. Məsələn, o birisi daha çox olacaq. Məsələn, x-ə sən 6 verəsən, y-ə 1 verəsən, z-ə də 18 verəsən. Burada x plus y plus z sənə nə verəcək? Bərabər daha böyük bir ədəd alınardı. 18 plus 7, 25. Ən azını soruşursa elə 10 oldu. Yəni cavab burada olacaq. Əlçək qiyməti 10. Növbəti sualda deyirlər, bərabər tərəfli elemin üçbucağının sahəsi bərabər tərəfli ABC üçbucağının sahəsinin 16 dəfə böyükdür. Perimetr ABC 9 olarsa elemin üçbucağının tərəfini tapın. Bərabər tərəfli üçbucaq üçün sahə düsturunu yazmışıq ki, burada S bərabərdir. Köşdöyüş A kvadrat böl 4 olur. ABC-nin perimetri əgər 9-dursa, tərəfinə də qalır 3. Hər biri 3 olmalıdır ki, perimetr nə olsun? 9 eləmiş olsun. Onda bunun da tərəflərinə A deyək. Deyir ki, elementin sahəsi ABC-nin sahəsindən 16 dəfə böyükdür. Yəni ki, sən ABC-nin sahəsindən 16-ya vuranda sənə elementin sahəsini verməlidir. Onda belə yazaq da, S element bərabərdir nə olmalıdır? 16 vurulsun S ABC. Buradan da elementin sahəsi elə olacaq ki, köşdük A kvadrat böl 4. 16 vurulsun. ABC-nin də sahəsi olur köşdük vurulsun. 3-ün kvadrat, yəni ki 9 bölünsün 4. 16 ilə 4 xar gedir, 4 qaldı. Buradan hər tərəfdən köşdükü silə bilərsən. Onda A kvadrat bərabər deyilir. 4-ü çarpad ora vurursan, eləyir 4 vur 4, yəni ki 4-ün kvadrat vurulsun 9. Onda A da buradan bərabər deyilir. 4 vurulsun. 9 da nəyin kvadratıdır? 3-ün. Bu da eləyib 12. Yəni bu sualın cavabı eləmiş oldu ki 12. 77 nömrəli sualda deyirlər ki, sənə x verilib, y verilib, dir olduqda xy bölünsün x plus y ifadəsinin qiymətini tapın. Yerinə qoyursan elə. Xy nə olar? 5 minus 2 köşdə 6. Və 5 plus 2 köşdə 6. Bunların hasili. Məxrəcdə də x-in yerinə 5 minus 2 köşdə 6 qoydun. Plus y-in də yerinə 5 plus 2 köşdə 6 qoydum. Və sürətdə müxtəsər bulma düsturuna əsasən olacaq ki, 5-in kvadratı çıxılsın 2 köşdə 6-nın kvadratı. Bölünsün. Məxrəcdə də bunlar gedir, qalır 5 plus 5, 10. Burada olur 5-in kvadratı 25, çıxılsın. 2 köşdə 6-nı da kvadrat eləyir, 4 vur 6, yəni 24. Bölünsün 10. Bu da bərabər eləyir 1 bölünsün 10, yəni 0,1 eləmiş olur. Bu sualın cavabı elədi nə? 0,1. Növbəti sualda deyirlər ki, bizə 2 yeşikdə birlikdə 50 kiloqram qənd var. Birinci yeşiyi x götürək, yəni ki, ümumi kiloqramını. İkinci yeşiyin də kiloqramını y götürək. X plus y bərabərdir 50-dir. Deyirlər, hər gün birinci yeşikdən 3 kiloqram, ikinci yeşikdən 2 kiloqram qənd götürdülər. 6 gündən sonra yeşiklərdə bərabər miqdarda qənd qaldı. Əvvəlcə birinci yeşikdə neçə kiloqram qənd var idi? Deməli, birinci yeşikdə x kiloqram var idi. Hər gün 3 kiloqram götürürlər və 6 gün götürürlər də orada. Onda 6 gündə 3 dəfə 6, 18 kiloqram götürürlər. Deyir, bu bərabərdir ki, hər gün digər ikinci yeşikdə 2 kiloqram qənd götürürlər və 6 gün götürürlərsə 2 dəfə 6, 6 gündə 12 kiloqram götürüblər. Bərabərdir, y çıxılsın 12. Tənişər sistemi qururuq. Bərabərdir burada. X plus y bərabərdir 50-dir.
Y atırsan o tərəfə alınır x minus y bərabər. 18 atırsan bu tərəfdə edir 12 plus 18 6. Və bərabər tərəf-tərəfə bunları toplayırıq. 2x bərabər deyilir 56. X də bərabər deyirlər 28. Bizdən də zaten birinci eşitçi, yəni x-i soruşduqları üçün 28 eləmiş oldu. Növbəti sualda deyirlər, satıcı şarın birini 12 qəpiyə alıb 15 qəpiyə satır. Satış zamanı 5 şar partlamışdır. O bütün şarların alqı-satqısından 6 manatdan çox gəlir əldə edərsə, ən azı neçə şar alıb satmışdır. 12 qəpiyə alıb 15 qəpiyə satırsa, hər bir şardan deməli 3 qəpik gəlir əldə edir. Və satış zamanı 5 şar partlamışdır. 12 qəpiyə alıb 5-i partlayıbsa, və biri 12 qəpiyədirsə 5 dənəsi 12 vur 5 bərabər deyilir 60 qəpik. Və bütün şarların alqı-satqısına 6 manatdan çoxa gəlir əldə edir. Belə deyək də, tutaq ki, x dənə şar var və hər şardan 3 qəpik əldə etdiyi üçün gəlir. Ümumi x dənə şardan 3x gəlir əldə etmiş olur. 3x qəpik gəlir əldə etmiş olur. Və burada belə deyək də 60 qəpik yəni ziyana düşmüş olur da. 60 qəpik buradan çıxarıq. 60-ı çıxsaq və deyir ki, bu zaman həmin bu gəlir nə olur? 6 manatdan çox olur. Bu da 600 qəpik götürək. Buradan da 3x böyük də alırsan 660'dır. Onda buradan da x böyük də alırsan 220'dir. X burada 220'dən çox 221 ola bilər. Ən azı 221 ola bilər. 221 şar satmışdır, amma deyir ki, ən azı neçə alıb satmışdır. Və 5 şar partladığı üçün 221 plus 5 bərabər deyilir 226. Cavab edir burada 226. Növbəti sualda bizə deyirlər ki, burada düzbucaqlı üçbucağın katetlərdən biri digərindən 2 sm böyük, hipotenuzundan isə 2 sm keçdir. Bu üçbucağın hipotenuzunu tapın. Biz burada düzbucaqlı üçbucaq quraq. Deməli, nə deyiblər burada bizə? Katetlərdən biri digərindən 2 sm böyükdür. Yəni ki, burası x olsa, deyir bu x plus 2'dir. Və deyir həmin bu x plus 2 də hipotenuzdan 2 sm keçdir. Onda burasında da hipotenuzda da x plus 4 qalır. Baxırsan ki, nə oldu? x plus 2, x plus 4. Bu Pifaqordan da eləyə bilərsən. Amma daha tez bilirsən ki, Pifaqor ədədləri var. 6, 8, 10. Yəni ki, hər birinin arasında 2 vahid məsafə olan hansıdır? 6, 8, 10. Elə Pifaqor ədədləri olur. Bu da burada x plus 4, yəni ki, bizdən hipotenuz istirdi, yəni 10 eləmiş olacaqdır. Növbəti 81 nömrəli sualda axırıncı sualımızdır. Deyirlər, şəkildə verilən fiqurda BC parçası mərkəzi O nöqtəsi olan yarımçevrənin diametridir, deyiblər bizə. Deməli, burada BC qövsün uzunluğu deyir 4 pidir. Qövsün uzunluğu hansı, belə deyək də 4 pidirsə, belə deyək, burada ümumiyyətlə bu qövs nədir? Yarım çevrədir. Çevrənin uzunluğu 2 pi olurdu. İndi bu yarım çevrədirsə, uzunluğu pi olur. Pi bərabər də olacaq nə? 4 pi verilib. Onda buradan radiusu bilirsən ki, 4'dür. Yəni burada 4, burada 4. Əvvəlcə bu yarım çevrənin sahəsini tapsaq, S bərabərdir. Normalda pi kvadrat olur, amma yarım çevrə olduğu üçün pi kvadrat bölü 2 olar. Yəni çevrədə pi kvadrat olur, yarım çevrədə pi kvadrat bölü 2. Yəni olacaq 16 pi bölü 2, yəni 8 pi eləmiş olur. Yarım çevrənin sahəsini tapdın 8 pi. Bir də burada bu üçbucağın sahəsi lazımdır bizə. Burada A10-u bizə 6 verə bilərsə, baxırsan ki, üçbucaqda tərəf, həmin tərəfə endirilmiş hündürlük var. Sahəni tapmaq üçün də yazırsan tərəf, yəni ki 8, vurulsun həmin tərəfə endirilmiş hündürlük, yəni ki 6 bölü 2. 6, 8, 48, sonra 2 elədi 24. Yəni ümumi fiqurun sahəsi olacaq 24 plus 8 pi.
Yəni cavab eləmiş oldu 24 + 8f. Bugünkü izah bu qədər. Sağ olun.